Peygamber aleyhisselam buyurur, kıyamet günü bende 4 şeyden soruşulmadan addım atabilmez. Biri budur. Qəbirdən qalxan kimi ömrünü harada keçirdin sən? İkinci budur. Gəncliyini necə keçirdin? Üç budur. Malını hardan qazandın və hara xərclədin? Elm ilə nə etdin? Məsəl üçün, əsas soruşulası budur. İmamları tanıdın ya yox? Bax, imamları məxsusi. Ki, onlar ilahi rəhbər idi, yol göstərin. Tanıdın ya yox? Bunlar hamısı burada bizə arz edim sizlərə ki, hədislərimizdə göstərilir. İmam Sadiq Aleyhisselam buyurur, gizlində edilən günahlar qiyamət günü aşkar edilər. O gün heç nə gizli qalmayacaq. Hətta insanın özü belə təəccüb edəcək. İmam Ali Aleyhisselam buyurur, bugün əməl günüdür, sabah isə hesab günü. Qiyamətdə artıq əməl etmək yox, yalnız nəticə görmək var. Peyğəmbər Aleyhisselam buyurur ki, Sirat körpüsü qıldan incə, qılıncdan itidir. Bəzisi ildırım kimi keçər, bəzisi sürünə-sürünə, bəzisi isə o dərəyə, o körpünün altında Allah ilə o cəhənnəm dərəsinə düşər. İmam Baqir Aleyhisselam buyurur, müminin nuru onun qarşısını işıqlandırar və siratdan rahat keçər. İmam Hüseyin Aleyhisselam buyurur, bizim məhəbbətimiz qiyamət günü nicat səbəbi olar. Bizə sevgi edən Allah bəndələri, bizi sevənlərə bizim məhəbbətimiz nicat səbəbidir. Bəli, bu imama sevgi böyük faydası vardır. Gərək o məhəbbət eyni zamanda əməllə birlikdə olmalıdır. Peyğəmbər Aleyhisselam buyurur, insan qiyamət günü elə əməllərlə gələcək, dağlar kimidir. Amma zülm etdiyi insanlar gələcək və o əməllərdən götürəcəklər. Nəhayət özü boş qalacaq. Yəni qiyamət günü təkcə qorxu günü deyil, ədalətin tam bərpa olduğu gündür. Haqqın sahibinə qaytarıldığı gündür. İmam Əli Əleyhisselam buyurur, özünü hesaba çəkməmiş, hesaba çəkilmə. Demək, biz belə əldə etdik ki, 50 dayanacaq həyatın hər sahəsinin hesabıdır. Ən çətin orada insan haqqı, ən mühüm namaz və niyyət, ən böyük nicat iman, əməl, əhl-i beyt sevgisidir. Peyğəmbər Əleyhisselam buyurur, kimin qəlbində zərrə qədər iman varsa, o imanla ölsə nicat tapar. Əgər insan vaxtında və ixlasla namazı qılıbsa, buyurur o namaz onun üçün nicat haçarıdır. Təhrim surəsində Allah Teala buyurur ki, ey iman gətirənlər Allaha səmimi tövbə edin. Əgər insanlar tövbə edib dünyasını köçmüşsə, o onun nicatına səbəb olar. Yəni bugün günah nə qədər böyük olsa da tövbə qapısı Allah tərəfdən açıqdır bəndənin üzünə. İnsanların haqqını qaytarmadan bağışlanmaq yoxdur. Bu İmam Əli Əleyhisselamın hədisidir. İnsanların haqqını qaytarmadan bağışlanmaq olmayacaq. O sədəqə bəlanı dəf edər. Gizli verilən sədəqə xüsusilə çox təsiri var. Quranla insan ünsiyyət tapar. İsra 9-da
Allah buyurur, Quran onu doğru yola yönəldər. Yəni Quranı oxuyasan, dərk edəsən, əməl edəsən, bunlar hamısı qurtuluş yollarıdır. Peyğəmbər əleyhissalam buyurur, qiyamət günü tərəzidə ən ağır gələn şey gözəl əxlaq olacaq. Gözəl əxlaq olacaq. İmam Hüseyn əleyhissalama ki, buyurur, onun haqqında Məhəmməd Peyğəmbərimiz Misbahul Huda, Səfinətül Nicah, yəni bunun İmam Hüseyn nicat gəmisi, Əhl-i Beytin nicat gəmisi və hidayət çırağıdır. İmam özü də buyurur ki, bizim məhəbbətimiz elə nicat gəmisidir. Yəni axirətdə insanların çox böyük harayına gələr. İnşallah Allah Quranda günahları bağışlamağa zamindir, vəd verib. Məsələn, Zümər surəsi 53-də biz danışmışdıq ki, heç kim naümid olmasın, ümidini məndən üzməsin, mən hamısını bağışlayaram tövbə edəndən sonra. İnşallah Allah Taala hamımızı ona tövbə etməyə muvaffaq eləsin və dünya və axirətimizi xeyirli eləsin inşallah. Və dəyərli əzizlər, bu ölüm anı haqqında hədislər var. Bir-iki hədis də siz əzizlərə çatdırım. İnşallah tamam eləyim. Məhəmməd Peyğəmbər əleyhissalam buyurur ki, möminin ruhu bədənindən su damcısı kimi çıxar. Yəni asan və rahat, çox nurani. Hədislərdə gəlmişdi ki, bir gülü iyləmək necə olur? Ruh o cür rahat bədəndən çıxacaq. Ancaq günahkarın ölümü, məsəl üçün kafirin ölümü çətin olar. Onun ruhu bədəndən tikanlı budaq kimi çıxar. O çox ağır və əzablı. Hədisdə var, 1000 dənə şişi təndirdə qızdırsan, adama batırsalar, necə əziyyət, bax, o günahkarın bədənindən ruh o cür çıxar. Bizim Fusilət surəsi var Quran-ı Kərimdə, 30-cu ayədə Allah Taala buyurur ki, qorxmayın, kədərlənməyin. Yəni mələklər deyər, qorxmayın, kədərlənməyin. Bu mömin üçün müjdə və dəlildir ki, o ruh bədəndən çıxanda qorxusu olmaz. Qəbir həyatı var. Yəni insanın bədəni ruh çıxandan sonra barzaxa gedir. İki mələk deyir, soruşur, Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir? İmam Ali əleyhissalam buyurur, bəziləri üçün cənnət olacaq qəbir. Bəziləri üçün cəhənnəm çuxuru olacaq. İmam Ali əleyhissalam buyurur, qəbir bəziləri üçün cənnət bağçasıdır, bəziləri üçün cəhənnəm çuxurudur. Müminin qəbri deyir, genişlənər, nurla dolur, rahatlıq olar, ancaq günahkarın qəbri daralar, qaranlıq olar, əzab çəkər. Bəli, əzizlər, bir gün gələcək, bizi kəfənə bükəcəklər, yuyacaqlar, torpağa qoyacaqlar, hamı gedəcək, tək qalacaqsan orada və ondan sorğu-sual mələkləri gəlib Rəbbin kimdir soruşacaq. O vaxt, o saatda nə pul kömək edəcək, nə dost kömək edəcək. Yalnız insanın əməli, imanı, etdikləri itaat, ibadəti onun faydasına gələcək. İmam Ali əleyhissalam buyurur, dünya arxanda qalacaq, axirət isə qarşısındadır sənin.
sənin qarşındadır. Ona görədir fürsət var bugün, indi, sabah isə hesab var. Yəni insan bugün fürsətli gərək fürsəti əldə verməsin və sabah o hesab gününə inşallah Allah Taala'nın izni ilə hazır olsun. Allah bizi axirət məhkəməsində üzümüzü ağardanlardan, bizə nəzər salıb bağışlayan kəslərdən qərar versin. Amin ya Rabbel Alamin.